Hər vaxtınız xeyir olsun əziz izləyicilər. Bugün sizə Orxan Yusif, idman farmakologiya mütəxəssisi haqqında məlumat verəcəm. Tibbi lisenziyası olmayan, evdə həkim adı ilə konsultasiya verən, tibb işçilərini təhqir edən, davamlı şəkildə steroidlərlə bağlı propaganda aparan, insan sağlamlığına böyük zərər vuran bir bloger haqqında danışmaq istəyirəm sizə. Bunu bu şəkildə eləməyimin səbəbi odur ki, səhv eləmirəmsə bir ay öncə onun steroidlə bağlı bir paylaşımı çıxmışdı qarşıma və rəy bölməsində özümün fikirlərini bildirmişdim. Yəni yanlış yolda olduğunu, bu yoldan çəkinməyi haqqında məlumat vermişdim. Və təyin etdiyi, düşündüyü müalicə metodikasının da yanlış olduğu haqqında məlumat vermişdi. Bunlara baxmayaraq həmin yoldaş həmin rəy bölməsində olan bütün etirazlarımı silmişdi, cavabsız qoymuşdu. Amma yaxşı ki bir şahidimiz var. Həmin bölmədə bərabər məşq elədiyimiz bir məşqçimiz var, İlyas. O orada bu yazışmalarda iştirak edib. Düşünürəm ki, əgər ehtiyacımız varsa, o da bu sualları cavablandırar. Və videonu bu şəkildə çəkmək səbəbim yoldaşın davamlı şəkildə məşhur trenerlərin ağ xalatlıları təhqir etməklə, kütləvi şəkildə həkimlərə qarşı nifrət toxumlarını səpməklə məşğuldur. Mütəxəssisləri lağa qoymaqla məşğul olduğuna görə və mənim yazıma normal bir fərd kimi cavab vermədiyinə görə elə onun özünü sosial şəbəkədə apardığı tərzdə cavab verməyi daha üstün bildim. Çünki belə bir fırıldaqçı ilə mənim üz-üzə gəlməyim və söhbətim əlbəttə ki, özümə yaraşdırmazdım. İlk növbədə steroidlərin, PKT planlamasının, qarmonların düzeyinin, miqdarının, hansı şəkildə formalaşmasını, dozalanmanın təyinatı, steroidlərin təbliğini etmək tamamilə qadağandır və kütləmizə, cəmiyyətimizə, insanlarımıza çox böyük sağlamlıq zərərləri verə bilər. Bu birinci nüans. İkinci nüans, ağ xalatlı qaraçılar mövzusunda toxunmaq istəyirəm. Birincisi, o kiçik xırda müəssisələr dediyin yerdə ağ xalatı geyinənlər bizim qadınlarımızdır, tibb işçilərdir, felçerlərdir, tibb bacılardır. Onlar ən azından lisenziyası olan bir müəssisədə öz ixtisası üzrə fəaliyyət göstərir. Sənin kimi evdə, DM-də və yaxud da rəy bölməsində konsultasiya ilə məşğul deyil. Hansı ki, sən kimsən, nəticəsən, heç onun haqqında da məlumatımız yoxdur. Gəlirəm üçüncü mütəxəssislərlə məzələnmək məsələdə. Televiziyada efirə çıxmış bir mütəxəssis D vitamininin sorulmasının sırf ilk növbədə bağırsaqlarla bağlı olduğu haqqında məlumat verir. Sən ona etiraz edirsən ki, D vitamini 80-90% günəşdən alınır. Qida əlavələrinin D vitamininin qəbulunun heç bir faydası yoxdur. Nəzərdə çatdırım ki, əgər sən həkim olsaydın, ilk növbədə bilərdin ki, D vitaminindən asılı xəstələr var, hansı ki, ömür boyu D vitamini qəbul edirlər. İkincisi, mütəxəssis tam doğru vurğulayır. Əgər birinci növbədə D vitamini əskiliyi varsa, onun mədə-bağırsaq sistemində, qaraciyər və böbrəkləri yoxlanmalıdır. D vitaminin sorulması 12 barmaq bağırsaqda həyata keçir. Əgər 12 barmaq bağırsağın xəstəlikləri varsa, qəbul olunmuş preparatın heç bir faydası olmur. Gəlirəm üçüncü nüansa. Üçüncü nüans, hörmətli və dəyərli xalqım, mən bir neçə gün əvvəl çəkdiyim videoçartda bildirmişdim ki, artıq heç kim zallarda həyatını itirməsin, ağır sağlamlıq problemləri görməsin deyə əlimdən gəldiyi qədər, bacardığım qədər faydalı məlumatlar paylaşacağım. Qanunvericilikdən tutmuş, tibbi məlumatlara qədər ki, bilənlər var, bilməyənlər var, hər kəsin məlumatı olsun və nələrsə öyrənsin. Və sizdən hamımızdan xahiş edirəm, bu tipli blogerləri mütləq boykot etmək, paylaşmaq lazımdır ki, insanları yolundan azdırmasın, çaşdırmasın. Düşünürəm ki, bu video çarxın sizə faydası olacaq. Onu izləyən yoldaşlar da səhv yolda olduqlarını və həkim savadı
olmayan, molekulyar səviyyədə steroidlərdən bəhs edib D vitamininin sorulma nöqtəsini sadə, bəsit bir şey bilməyən sosial blogerlərə inanmaq yerinə mütəxəssislərə müraciət etməyinizi tövsiyə edirəm.